Möhtəşəm səhnədə hər birinizi salamlayıram. Çox təəssüf ki, Fəxri bəyin performansını davam etdirəcək gücdə deyiləm və bunun üçün bir çox boşluqlarım olacaq. Çıxışın daha maraqlı olması üçün bu boşluqları doldurmaqdan ötəri siz də Twitter səhifəmizdən öz qeydlərinizi, iradlarınızı belə deyək də döşəyin gəlsin. Bugünkü çıxışım sizə böhranın faydaları barədədir. Yəni, bəzi şeylər var ki, biz bunu manipulə eləyə bilmirik. Deməli, çıxışa başlamazdan əvvəl kiçik bir giriş vermək istəyirəm. Bu böhran məsələsi, düzü mən özüm akademisyen deyiləm, nəzəriyyətçi deyiləm. Sizlər kimi praktikadan gəlmiş bir insana. Onun üçün praktik nümunələrlə çıxış edəcəm. Böhran məsələsi bir qədər marketoloqları aşan məsələdir. Hətta 2 qədər aşan məsələdir. Hətta iqtisadçıları aşan məsələdir. Finansistləri aşan məsələdir. Kim mənə izah eləyə bilər ki, 2014-cü ildə Antalyada pomidor yetişdirən, pomidor məhsulları satan bir şirkət hardan bilə bilər ki, kimsə kimin ərazisinə soxulacaq, biri digərinin təyyarəsini vuracaq, nəticədə o bədbaxtın məhsulları satışı üçün siyasi böhran əmələ gələcək. Baxmayaraq ki, o şirkətin vizuallarını Türkiyənin ən yaxşı, belə deyək də, agentliyi hazırlasın. Baxmayaraq ki, strategiyanı, hətta indiki vəziyyətdə gəlsin, İlkin müəllimdən konsultasiya alsın. O konsultasiyanın yerinə yetirənə qədər onun məhsul zay olub gedəcək. Yəni, dediyim odur ki, böhran bir qədər bizdən asılı olmayan məsələdir. Amma məsələ bu qədər bədbin deyil. Bunun yaxşı tərəfləri də var. Yəqin ki, bir çoxlarınız böhran başlayandan hamı, belə deyək də, iqtisadi ekspert olub, döyüş başlayanda hamı hərbi ekspert olur, böhran olduğu üçün hamı iqtisadi ekspert olub, iqtisadçı olub. Çoxlu polemikalar eşidirsiniz ki, ölkədə böhran yoxdur, belə bir şey yoxdur. Belə bir xəbərim var sizə, ölkədə böhran var. Yəqin ki, hər biriniz Bəyin Oğurlanması filmini xatırlayırsınız. Azərbaycan filmidir. Burada bir dayı var idi, çoban dayı. Göydəki ulduzlara baxaraq bir sonraki gün havanın necə olacağını proqnozunu verirdi və bizim gənc hidrometeoroloqumuz belə deyək də, praktikadan gələn hidrometeoroloqdan bu proqnozu götürüb ötürürdü mərkəzə. Havanın bilgilərini. Copy-paste edir. Əzizlərim, ekonometriyada elə hidrometeorologiyaya bənzəyir. Bəzi ölçümlər var ki, bunlar qaçınılmazdır. Məsələn, Amerikalılar deyirlər ki, əgər bir ölkədə avtomobil satışı, əmlak satışı 15% azalıbsa, böhran demək. 20%-dən çoxdursa, depressiya demək. Keçən ilin cari dövrünə, ilk 3 ayına nisbətdə, bu ilin ilk 3 ayında ölkəyə avtomobil idxalı 7.3 dəfə azalıb. Səhv deyirəmsə təsdiqləsin. Bu böhran deyil. Bu böhranın dibidir. İmtihar səbəbi. Dibidir. Yəni ki, ölkədə böhran var. Prosesləri tam başa düşmək üçün, gedək bu modern iqtisadiyyatın, hətta modern böhranların beşiği olan Amerikadan 2 nümunə vermək istəyirəm. İlki 29-cu il böhranıdır ki, hansı ki, 2-ci Dünya Müharibəsinin bitişi ilə əlaqəli, hamınız bunu əzbərə bilirsiniz. Avropada istehsalat məhdudiyyəti olduğuna görə istehsalat kütləvi şəkildə Amerikaya keçir. Dünya manufakturası, dünyadakı olan metal əritmənin 40%-i Amerikada cəmləşir. Real qızılın böyük əksəriyyəti Amerikada cəmləşir. 29-cu ilə qədər, bu 20-ci illərdə Amerika o günə qədər ki, bəşəriyyət tarixinin ən yüksək rifah səviyyəsinə yetişir. Bunu, belə bir ölçüm vahidləri var ki, bunların 1 milyondan çox insan öz ekstra qazanclarını, əlavə qazanclarının artıq hissəsini birjalarda yatıraraq bundan qazanc əldə edib həyatlarını davam edir. Amerikalıların həyətində artıq 2-3 avtomobil görmək adi bir hala çevrilir. Və hissələrin qiyməti getdikcə artır. Bu dövrdə heç kimin danışmaq istəmədiyi, belə deyək də, nəs gətirən kimi qəbul elədiyi bir məsələ var idi. O da bundan ibarətdir ki, bank sistemi çox zəifdir.
infrastruktur zəifdir, buna dözməyəcək deyən insanları afaroz eləyirdilər. 1929-cu ilin oktyabrın 24-də bir nəfər hissədar New York birjasında səhər-səhər qərara gəlir ki, artıq bunun hissəsinin qiyməti elə səviyyədədir ki, bunu satsa bütün həyatını yaşayacaq qədərdir. Əziyyət çəkmir, pensiya ayrılmaq qərarına gəlir və bütün hissələrini satır. Bundan ilham alan bir neçə nəfər onu davam edirlər və bilirsiniz nə baş verir? Bir gün içində bütün Amerikanın refahı yerlə bir olur. 9 milyon insan, Azərbaycan əhalisi qədər insanın cari hesabı yox olur. 800 bank müflis olur, yox olur. Amerikanın ümumdaxili məhsulu bu zərbənin arxasıca 104 milyard dollardan 50 milyard dollarlara qədər enir və bütün dünya bunun cəzasını çəkir. Bunu buradan bir ara verək, növbəti modern böhranlardan bir nümunə göstərmək istəyirəm. Amerikadakı yenə də Mortgage krizidir. Deməli, 2001 9 sentyabr hücumlarından sonra Amerika siyasi depressiya yaşayır. Amerikalılar gələcəyə olan ümidlərini itirirlər, parlaq Amerikaya olan ümidlərini itirirlər, evdən çıxmamağa başlayırlar, alış-veriş etməməyə başlayırlar və yeni gəlmiş bu hökuməti başa düşür ki, bu tendensiya davam eləsə qarşısını ala bilməyəcəkləri çox böyük bir iqtisadi krizlə üzləşəcəklər. Və nə edirlər? Mərkəz Bankası faiz dərəcələrini ciddi şəkildə aşağı salır. Hətta o qədər aşağı salır ki, Amerikan bazarında 1% ilə kredit almaq mümkün olur. Ucuz faizlər kütləvi şəkildə satın almalara yönəldir. Əla, hər şey gözəl gedir. Satın almalar canlanır. Amerikan tarixi son 30 ilin ən böyük performansı ilə yüksəlməyə başlayır. Ucuz faizlərin hesabına. Və banklar 70-ci illərdən başlayan tendensiyalardan istifadə edib, deməli, nə edirlər? Pensiyon fondları, xarici kapitalları Amerikan bazarına cəlb eləyirlər. Bu pulu ən böyük məbləğlərlə pərakəndə bazarında xərcləməyin ən gözəl yeri haradır? Əmlak. Amerikalılar ev istəyirlər. Çox sadə bir şeydir, demir. Hamımız ev istəyirik. Ev almaq nədir ki? Yəni, böyük bir şey deyil ki. Hamı ev istəyir. Deməli, banklar, Anar müəllim kimi bank işçiləri, biz müştəriləri 3 qrupa bölürlər. Zəngin adamlar, İlkin müəllim kimdə olar? Hansı ki, bunlar heç vaxt riskə getmirlər. İlkin müəllim kimi olan A kateqoriya insanlar, bunlar son dərəcə bütün bankların, belə deyək də, görmək istədiyi müştəridir. Bunlar özlərinə və bizneslərinə hörmət edirlər, bütün vaxtına kreditlərini yerinə yetirirlər. Belə deyək də, orta səviyyəli insanlar, hansı ki, bunların işi gücü var, bunlar yenə də ödəmələrini etməyə meyillidirlər və risk qrupu, mənim kimi işsiz adamlar. Bunlara heç kim pul verməyə meyilli deyil. Deməli, Anar müəllim başlayır birinci İlkin müəllimə ev satmaqdan. İlkin müəllimə villasını satır, uzun müddətli aşağı faizlə. İlkin müəllim evi də olsa da növbəti evə sahib olur. Daha sonra kreditin, belə deyək də, rentabelliyi davam etməsi üçün yeni satışlar gəlməlidir. Bazarda İlkin müəllim kimi insanların sayı məhdudlaşanda keçirlər Rafiq müəllim kimi orta segment insanlara. Evlərin satışı başlayır. Və bunun davamı gəlməlidir. Bu sonsuz olmalıdır bu proses. Ev qiyməti artır. Çünki nə var? Bazarda kütləvi şəkildə ev satın alması var. Hər şey çox gözəl gedir. Və bir gün banklar baxırlar ki, bazarda İlkin və Rafiq müəllim kimi insanların sayı məhduddur, qutarıb. Nə etmək lazımdır? Gəlirlər mənim yanıma. Deyirlər, mənim sənin evin yoxdur, gəl sənə ev verək. Belə olan halda gəlirlər İlkin müəllimə, deyirlər ki, İlkin müəllim, sizin yaşadığınız ev cəmsi 220 kvadratdır. Gəlin sizə bir 500 kvadrat metrlik ev verək. Və onun evinin borcunu mənə yükləyirlər. Mənə deyirlər ki, sən pasobiya alırsan da $700. Elə bunun bir hissəsini verərsən evin olar. Mən də razılaşıram. Hər şey gözəl gedir. Gözəl təklifdir. Çarx dönməyə başlayır. Çünki bu kütlə çox böyükdür. Gözəl bir günlərin birində, ayların birində, 2007-ci ildə mənim kimi insanlar nə etməyə başlayırlar? Ödəməməyə. Ödəməyincə bu evləri Anar müəllim məndən alıb satışa çıxardır. Satışda ev təklifi artmağa başlayır. Çünki əvvəldən qoyulan orderlar var idi. İnşaat şirkətləri, fərdi sahibkarlar, böyük nəhəng inşaat şirkətləri dayanmadan ev, belə deyək də, istismara verirdilər. Bir tərəfdən də planda olmayan bir, belə deyək də, təklif çıxır. O kimdir? Mənim kimi insanların evini alıb satışa çıxardırlar. Belə olan halda
qiymətlər aşağı düşməyə başlayır. Bir məqamı da diqqətinizə çatdırım ki, iqtisadiyyatın, bunu iqtisadçı, nəzəriyyəçi dostlarımız, Fəxri müəllim kimi insanlar daha gözəl bilir ki, iqtisadiyyatda əmlak sektoru əgər lokomotivliyi ələ alırsa, bu xəstəlikdən xəbər verir. Çünki ora gedən pul dala qayıtmır. Və bu digər real sektorların, belə deyək də, dibindən bir zərbə vurur. Belə olan halda ev qiymətləri ucuzlaşır. İlkin müəllim baxır ki, onun banka müəyyən qədər pul ödəyib, 300 min dollar borcu var. Amma onun evinin eynisindən qonşuda 90 min dollara satılır. Və bu da neynir? İmtina edir. Və bum! Böhranın dibi. Yəni ki, və bu böhran nəticəsində məlum olur ki, Amerikanın pullarının 30% fake-dir. Yəni, sədərək bazarının təbiri ilə desək, orijinal geydirmədir. Əmtəsi yoxdur. Dolları basıblar, amma arxasında heç bir şey yoxdur. Yəni, saxtadır. Boş yerə pul basıblar. Deməli, böhranın ən ləzzətli yeri, bir başlayanda qorxu yaşayırsan. Bir də ki, o dibini görürsən, artıq bundan o tərəfəsi yoxdur da. Və onun dibidir. Yaxınlaşırıq biz ora. Dua eləyək ki, neftin qiymətləri gəlsin olsun 5 dollar, 3 dollar. Bu dibini görək. Qorxmursan artıq. Olan nə varsa başına gəlib. Bundan o tərəfəsi yoxdur. İnkişaf vaxtıdır. Necə ki, Roosevelt'in dediyinə belə deyək də, bir sloganla bu yenidən bir model yaradır və deyir ki, biz qorxunun özündən başqa heç bir şeydən qorxmuruq. Və bunu Amerikalılara inandırır. İnanın mənə, ən qorxulu şey elə qorxu özüdür. O kişi düz deyir. Eynisi də, belə deyək də, bu böhrandan Amerikalılar nə qazanırlar? İlk böhrandan çox böyük əziyyətlər bahasına beynəlxalq maliyyə sistemini Amerikada qururlar, yaradırlar və bunun mərkəzi Amerika olur. İkinci böhrandan qazancları nə olur? Başqalarının pulunu xərcləmək, başqalarının pulunu başqalarına satmaq. 5 dəqiqə qalır. Əzizlərim, deməli, keçək öz dərdlərimizdən danışaq. Azərbaycan çox gözəl bir ölkədir. İqlimi ilə, təbiəti ilə, insanları ilə, inanın mənə, orta statistikdən daha üstündür. Bizim də, belə deyək də, bəzi eyiblərimiz var. Ən çox xoşuma gəlməyən, iqtisadi mənada danışıram. Bilirsiniz nədir? Buyurun, bunu siz yazın, mütləq sizin də fikirləriniz var. Mən sizə tezbazar bir dənə lətifə danışacağım. Deməli, bir gün iki ovçu safaridə ova çıxırlar. Bir də baxırlar ki, uzaqdan bir şir gəlir. Deməli, ovçunun biri tezbazar götürür, belə idman ayaqqablarını geyinməyə başlayır. O biri baxır ki, sən deyəsən şirdən qaçmaq fikrindəsən, başım xarab, gəl tutacaq onsa səni. Saatda 60 ilə qaçır. Bir yox, şirdən yox, səndən bəş qaçacaq. Çünki dalda qalanı şir gəlib yeyir. Eynisi bizə aiddir, iqtisadçılara aiddir. Geridə qalanı şir yeyəcək. Bizim eyiblərimiz mənə görə, yenə deyirəm, subyektivdir. Tənbəllik, proqnozsuz, plansızlıq, pis də olsa proqnozumuz olmalıdır. Və asanda qaçmaq. Tələbədən soruşursan ki, ey tələbə, sən nə olmaq istəyirsən? Deyir ki, daha doğrusu abituriyentdən, ya biologiya müəllimi olacam, gücüm çatsa neyrocərrah. Biologiya müəllimi hara, neyrocərrah hara. Necə yana? Hələ bu çox yaxşısıdır, ya bunun planı var. Ya biologiya müəllimi olacaq, ya neyrocərrah. Deyir ki, malı gətirim, onsuz da ucuzdur, satılacaq. Necə yəni satılacaq? Kimə satarsan? Araşdırmır. Ən yaxşılarımız ilkin müəllim nə edirlər? Deməli, malı gətirirlər. Satılmağa başlayanda gəlirlər ilkin müəllimin yanına ki, bəs araşdırmaq zat lazımdır. Ən yaxşılarımız eləyir ha bunu. Sürətli bir şəkildə keçirik. Deməli, böhran çox yaxşı şeydir. Yaxşı tərəfləri də çoxdur. Belə deyək. Mən sizə yaxşı tərəflərindən nümunələr deyim. Bu neft pulları ki var, dostlarım,
İnanın mənə çox pis şeydir, həqiqətən pis şeydir. Təsəvvür eləyin ki, siz mənim kimi kənddə böyümüş bir gəncsiniz. Günlərin bir günü əminiz gəlib sizə deyir ki, siz niyə görə beləncə çətinliklər içində yaşayırsınız? Al sənə gəlir anardan bir dənə Chevrolet 6.2 motor alır, Camaro, özdə Alfa platforması. Deyir, gələ, sən buna layiqsən. Və $10.000 hər ay mənim hesabıma pul oturdur. Mən də başlayıram kef eləməyə. $10.000 var, altında Camaro var və başlayıram gəzirəm, tozuram, bütün dünya mənimdir. Dayım bir gün gəlib deyir ki, Firdov, sən olsa boş vaxtın çoxdur, avara adamsan. Gəl gedək bizim tarlada səhər saat 6-dan dur, 1-ə qədər işlə. İlk başda $300 qazanacaqsan. Daha sonra 500 olacaq 5-6 ay sonra. 2-3 il sonra $1000 qazanacaqsan. Sual verirəm. Sizin o dayıya cavabınız nə olardı? Yəqin ki, senzuradan çox kənara çıxardınız. 10.000'niz var. Yəni bir dənə tut bunu. Tut. Mənim 10.000'im var. Eynisi də bizə aiddir. Bir çox şeylərə başlamışıq. Və bir gün o əmmimizi, belə deyək də, vergilərini ödəmədiyi üçün bandatdel götürüb aparır. Yoxdur, əmi yoxdur. Gəlirik fevral ayında, dayıya deyir ki, dayı, o taxılı hara sətmək lazımdır. Baxın, bax, böhranın ən gözəl tərəfi budur. Biz bu sualı veririk dayımıza ki, taxılı hara səpək? O taxılı səpəcəyik, dayı da bizi söyür. O eyni cavabı bizə qaytarır. Get, eyni cavabı qaytarır. Biz gedib o taxılı fevralda səpirik. Yandırırıq. Bu çox gözəl bir şeydir. Taxılı səpirik, məhv olur o məhsul. Əziyyət çəkirik. Gözəl bir şeydir. Çünki biz başlayırıq bunu eləməyə. Eləməli olduğumuz işə başlayırıq. Biz artıq fikirləşməyə başlayırıq ki, gömrüyü necə asan eləyək. Biz fikirləşməyə başlamışıq ki, xarici ölkələrə vizaları götürək. İnsanlar bura gəlsinlər. Başlamışıq, bu çox gözəl şeydir. Səhvlərlə eləyirik. Vergiləri şəffaflaşdırmağa başlamışıq. Çox gözəl şeydir bunlar. Başlamaq özü gözəldir. Deyəcəksiniz ki, və bayaqdan danışdım, vaxtım da qutarır, iqtisadiyyatdan danışırsan, özün də çox gözəl başını çıxır. Biz axı marketoloqlarıq, bizə aid nə var? Nə dedim bizə aid? Baxın, laqeyd hədəf kütlə deyilən bir termin var. Laqeyd hədəf kütlə deyəndə ən çox yadıma bu şey düşür. Yaşlı adamların ki, fani dünya, nə bilim, vəfasız dünya. Bu termin, laqeyd hədəf kütlədir. Hədəf kütləyə o qədər mesajlar verir ki, bank sektorunda Anar müəllim, Aysel xanım o tərəfdən o qədər çox mesajlar verir ki, hətta bir-biri ilə qarışdırılır. Bu dünyanın düz vaxtındaydı. Rafiq müəllimin sözündən desək, dolların 78 olan vaxtında hamının pulu var, hamı mesajlar verir. Hətta o səviyyəyə çatmışdı ki, biz Hyundai'da o qədər məhz eləmişdik ki, yazdıq Honda. Bir gün reklamlara girib soruşurdular ki, bizdən Hyundai pilotlarınız gəlibmi? Əzizlərim, bu dəqiqə bütün şirkətlər büdcələrini ya sıfır eləyiblər, ya da qəpik quruşdur. Hədəf kütlə əvvəlki qədər deməli, mesaj almır. Bu dəqiqə vaxtıdır ki, kim Azərbaycan bazarında, əlbəttə böyük şirkətlərdən gedir, qalıcıdırsa, image reklamlarının satmasa belə tam vaxtıdır. Çünki nədir? CPT çox ucuzdur. Çünki nədir? Reklam sayı çox azdır. Çünki nədir? Daha effektlidir. Ondan başqa, anormal şəkildə böyümüşük. Pis yaxşı böyümüşük, Fəxri müəllim. Lazım deyil ki, bütün işçilərimizi hara gəldi, qovaq, göndərək getsin. Bu dəqiqə böhran varsa, bu vaxtdan istifadə edib, əgər buna vəsaitimiz çatırsa, çatmırsa belə canımız çıxıb, biz bu işçilərimizi yetişdirməliyik. Çünki nə olur? Dalda qalanı aslan yeyəcək. Gec-tez biz bu dibi görüb yuxarı çıxacaq. Yuxarı çıxanda, əgər biz bütün personalımızı hara gəldi göndərmişiksə, kadrımızı yox eləmişiksə və biz dalda qalacaq, bizi aslan yeyəcək. Lazımdır bu böhran dövründən faydalı istifadə eləyək, bunların təlimi ilə məşğul olaraq. Belə deyək də, vaxtım da məhdudlaşır, ona görə yekunlaşdırıram. Uzun sözün qısası, onu demək istəyirəm ki, böhranı biz yaratmamışıq. Bizim günah payımız var bunda, hər birimizin. Az və ya çox dərəcədə. Bu ölkədə yaşayan hər kəsin günah payı var. Amma çox azdır. Yumşaq dillə desək, bizim bu işdə günahımız çox azdır. Və biz bunu dəyişə də bilmirik. Hansı biriniz gedib Səudiyyə Ərəbistanı ilə Rusiya arasında müharibə çıxardıb neftin qiymətini qaldıra bilər? Heç birimiz. Bizim buna gücümüz çatmır. Əlimizdə deyil. Onun üçün də biz nə etməliyik? Gücümüz çatmayan, əlimizdə olmayan bir böhrandan qaça bilmirik. Bundan faydalanmağa çalışmalıyıq.
Təşəkkür edirəm Firdovsi müəllim. Sağ olun. Yaxşı deyir ki, öz əlimizdə deyil, amma deyirlər ki, böhran əslində devalvasiya ilə başlamayır. Sən böhrana hazır olmadığın gün başlayır sənin üçün böhran. Sizə bir sualım var. Siz kommunikasiyadan danışdınız ki, boşluqdur, vaxtıdır və s. Mən dünən yenə böhrandan yeni dövrən kitabını dünən oxumuşam. Orada kitabın bir dənə də özəlliyi odur ki, Rafiq müəllim top menecerlərdən müsahibələr alıb, müxtəlif suallarla. Orada Elnur Nurəli, Maken Baku şirkətinin rəhbəri yazır ki, ənənəvi reklam dövrü bitdi, digital əsridir bu yanaşma, sadəlöv və romantik bir inancıdır əslində. Əslində doğru strategiyan olmalıdır və doğru inteqrasiyadan, integrated olmalıdırlar. Sizin fikriniz nədir buna? Mənim fikrim burada xidmətə və məhsula görə çox dəyişir. Bəzi məhsul və xidmət növləri var ki, onlar ümumiyyətlə digitalda olmalıdır. Büdcənin böyük əksəriyyətini orada xərcləməlidir. Bəzi məhsullar var ki, bunlar məhsdir. Bunların ən gözəl yeri TV-dir. Yəni onu ayırmaq ki, ümumiləşdirmək ki, digital dövrü başlayıb. Əslində heç bununla razı deyiləm. Azərbaycanlılar regionda softla ən çox düşmən olan insanlardır. Regionda. Düzdür, deyəcəksən, mənim planşetim var. Nə olsun, mənim də var, işlədə bilmirəm. İşlədə bilmirəm. Softla ən pis arası olan insanlardır. O teoriyanın sürüdür ki, digital marketinq dövrü başlayıb, digərlərini kənara qoyaq. Başlamağına başlayıb, onunla razıyam, amma digərlərini kənara qoymayaq. Hər zaman, belə deyək də, mass marketinq belə avangard sektorlarda, xidmətlərdə və məhsullarda öndə gəlməlidir. Təşəkkür edirəm. Sağ olun. Necə keçir?